Gedirik. Leyla, basketbol nədir sənin üçün? Basketbol mənim üçün hər şeydir, mənim həyatımdır, mənim işimdir. Və basketbol mənim üçün bir yaşam tərzidir. Hər gün elədiyim bir işdir və mənim gələcəyim budur. Mən bundan pul qazanmaq istəyirəm və basketbola marağı olan hər kəsi bura dəvət edirəm. İndi Neftçi və Şəkinin oyunundayım. Çox maraqlı oyundur, çox ləzzət verən oyundur. Hamınızı bu oyuna gözləyirəm, hamınızı basketbola gözləyirəm. azərkeşlər niyə basketbolu seçməlidirlər? Çünki basketbol çox maraqlıdır əslində. Qıraqdan göründüyü kimi, insanların düşündüyü kimi sıxıcı deyil. Bir dəfə gəlsəz, ikinci dəfə, üçüncü dəfə gəlməyi də istəyəcəksiniz. Ona görə gəlib yoxlamağınızı tövsiyə edirəm. Basketbolda Azərbaycan qızlarının sayı artması üçün nə etmək lazımdır? Azərbaycanda basketbolçu qızların sayı zaten artıb. Daha da artması üçün hamının həvəsi olmalıdır, daha çox həvəs yaranmalıdır. Bunun üçün də biz millinin qızları əlindən gələni eləyirik ki, bizi görüb həvəsə gələn hər kəs basketbola gəlsin. Və basketbol Hər şeydir. Basketbol hər şeydir.